yaşayırıq. Bizə kimsə torpağımızın davasını görür. Niyə biz öldürürük? Söyüdlü kəndində polis zorakılığı ilə yatırılan etiraz aksiyasından 3 il keçir. 2023-cü il iyunun 20-sində Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri ərazidə fəaliyyət göstərən Anglo-Asian Mining şirkətinin zəhərli kimyəvi tullantıların atılacağı ikinci göl tikmək cəhdinə etiraz ediblər. Siyanetini öldürən nədiyini qazınan indi zəhərləyib öldürəcəklər. Şirkət ilk kimyəvi tullantı gölünü 2012-ci ildə yaradıb. Sakinlərin sözlərinə görə, siyanidlə zəhərlənən göl həm onların sağlamlığına, həm də təsərrüfatlarına ziyan vurur. Onlar kənddə xərçəng xəstəliyinin geniş yayıldığını deyiblər. Bu zəhəri göl bütün milləti qırır. Hamısı da ölən, hamısı xərçəkdən məhv olub gedir. Elə buna görə də ikinci gölün də inşasına etiraz edən sakinlər polis zorakılığına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub. Hadisəni işıqlandıran jurnalistlər də zorakılıqla üzləşiblər. Polis aksiyanı çəkən jurnalistlərə hücum edib, telefonlarını əllərindən almağa çalışıb. Nəticədə onlar kənddən zorla çıxarılıblar. Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbul edilməzdir. Söyüdlüdə baş verən hadisələrə reaksiya verən Prezident İlham Əliyev ətraf mühitin çirklənməsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyini günahlandırsa da, vətəndaşların polisə daş atmasını ədəbsizlik adlandırıb. Polisin isə özünü ləyaqətlə apardığını deyib. Vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər. Yeganə burada ləyaqətlə özünü aparan Azərbaycan polisi idi. İyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üçün komissiya yaradılıb. Bir gün sonra kəndə giriş-çıxış məhdudlaşdırılıb. Niyə bırakılır insanlar? Açılma verin də siz icazə verin də gözləyir orada. Buna baxmayaraq, Abzas Media kəndə gizli girməyi bacarıb və sakinlərdən müsahibə alıb. İnsanlar aksiyalardan sonra da polislərin onları təzyiq altında saxladığını bildiriblər. Zəncilərdə başçısının olacağı üçün aybacı. Bəs daimi tutub aparıb polislər. O da bir də büstü oğludur, Seyfi adında bir oğlandır. Nə üçün? Siz niyə qabağa keçib məlumat verirsiniz? Niyə xəbər kanallarına danışırsınız? Sən 1500 manat dedi cərimə kəsin. Dedim, amma möhtərəm ki, mənə nəyə görə kəsilsən? Mənim günahım nədir? Dərdim nədir? Azarım nədir? Nəyə görə 1500? Mən penis alıram 200 manat. 200 manat penis mənə. Mən deməli devlətə penis ödəyib. Mən beni sonra nə qayırım? Nə yiyib? Yazıqlar balalarının qorxusundan cavab verəmədi jurnalistlərə ki, məni döydülər, elə dandılar ki, nədir? Birinə dedi sənin oğlunu aparacam, birinə dedi ərini tutacam, birinə dedi nə bilim nə qayıracam. Bunları dedən ay prezidentim. İyulun 14-də baş nazirin digər qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və Anglo-Asian Miningin fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb. Sentyabrın 26-sında Böyük Britaniyanın Mekong International Co. Limited şirkəti 2 ay müddətində Söyüdlüdə keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat açıqlayıb. Hesabata əsasən, Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda siyanid aşkarlanıb. Buna baxmayaraq, 2024-cü ilin avqustunda etirazlardan təxminən 1 il sonra Anglo-Asian Miningin törəmə şirkəti, Azərbaycan International Mining Company Limited şirkəti Gədəbəydə tullantı anbarının genişləndirilməsi üçün Azərbaycan hökumətindən icazə alıb. Şirkətin icraçı direktoru Rıza Vəziri bildirib ki, hökumət onlara tullantı bəndinin divarını qaldırmaq üçün də icazə verib. Həmin ilin dekabrında Milli Məclis Söyüdlü qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişi ratifikasiya edib. Qanun layihəsində qeyd olunub ki, saziş Azergold Qapalı Səhmdar Cəmiyyəti ilə Asian Mining Holding FZ və Azergoldun ortaq şirkəti arasında imzalanıb. Rəsmi şəxslər aksiyada iştirak edən 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Söyüdlü sakinlərinə dəstək üçün yaradılan işçi qrupu 11 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub. 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar
İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi ilə toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasında ittiham olunublar. Aksiyada qaldırılan plakatları hazırladığı deyilən Coşqun Musayev 2024-cü il avqustun 12-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib. Söyüdlü hadisələrinə görə şirkətin fəaliyyətini tənqid edən keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli də həmin ilin sentyabrında 8 il azadlıqdan məhrum edilib. Sabiq deputat hədə qorxu ilə tələb etmədə ittiham edilsə də, o özünü ekologiya məhbusu adlandırır. Hadisələrdən 3 il keçsə də, kənd hələ də polis nəzarətindədir. Kəndə gələn qonaqların sorğulandığı, şəxsiyyət vəsiqələrinin fotolarının çəkildiyi deyilir. Sakinlərin bildirdiyinə görə, kəndin giriş-çıxışlarında hazırda da polis postları var. Buna görə də Söyüdlü kəndinin hazırki ekoloji vəziyyəti ilə bağlı heç bir məlumat almaq mümkün deyil.